Hər kəsə salam. Bugün sizinlə Azərbaycan milli mətbəxinin ən ləziz yeməklərindən olan düşbərə resepti paylaşacağım. Əvvəlcə unu ələkdən keçirirəm. Duz əlavə edirəm və 1 ədəd yumurta. Yumurtanı belə qarışdırdıqdan sonra üzərinə su əlavə edib yaxşıca xəmir yoğururam. Ərzaqların miqdarını videonun açıqlama hissəsində qeyd edəcəm. Xəmiri yoğurduqdan sonra üzərini belə dəsmalla örtürəm. İndi isə içliyin hazırlanmasına keçirəm. Az yağlı ətə 1 ədəd soğan, duz və istiot əlavə etdim və yaxşıca qarışdırdım. Xəmiri yarım saat dinləndirdikdən sonra belə 4 hissəyə bölüb gündələyirəm. İndi isə xəmiri yayıram. Yaydıqdan sonra bu formada kəsirəm. Kəsdiyim xəmirlərin üzərini belə örtürəm ki, qurumasın. Daha sonra içlik əlavə edirəm. Baxın, bu göstərdiyim formada bükürəm. Təxminən 1 litr yarım sunu qaynamağa qoyuram. Qaynara düşdükdən sonra 1 xörək qaşığı duz əlavə edirəm. Çay qaşığının ucunda sarı kök və yağ. Əgər sizdə soyuducuda ət suyu, sümük suyu varsa, onun içərisində də bişirə bilərsiniz. Çox dadlı və ləzzətli alınır. Daha sonra mən düşbərələrin üzərinə çıxan kəfi yığıram və qaynamağa qoyuram. Azca qaynadıqdan sonra qurudulmuş nanəni də əlavə edirəm. Artıq düşbərəmiz hazırdır. Hazırlayacaq olan hər kəsə nuş olsun.